Esselamu Aleyküm ve Rahmetullah Berekat değerli izleyiciler. Elhamdülillah sizleri hoş gördük. Elhamdülillah bu günleri 2026 iyunun 23'ü biz gelmişiz Şəkir rayonuna. İnşallah bal sürəcək. Yani gördüğünüz bu minikdən yeşiller boşaldılır. Her yeşiyi arı yeşilin yanına koyurlar. Birazdan sonra, bir neçə dəqiqədən sonra arıçılar geyimlərini geyinəcəklər və işə başlayacaqlar. Yəni möhürlənmiş şanıları gətirib yeşilə yığacağıq. İnşallah qalx aparıb süzəcəyik. Yanınıza gəlirsə, keçən ilə 2025'də artıq iyunun 11'i biz bal süzmüşdük. Ama bu il havalar soyuq kestiğine göre, çoxlu yağış olduğuna göre demək olar gecikib. Ama həmd Allah'a, hər bir işdə bir xeyir var. Və bu arıçı qardaşlarımız beləcə bir-birlərini kömək edirlər. Çünkü bu işte birlik lazımdır. Bugün bir arıçıya gömürlər, sabah başka bir arıçıya. Çünkü Allah'ın izniyle bugünlerde arı bu yeşile buradan getməsə artık dağ balına da gecikmeye ehtimalı var. Çünkü dağ balı artık çökə güllər açılıb. İnşallah dağ balına bu yeşilləri aparmaq lazımdır. Allah'ın izniyle arıçı kardeşlerimiz tam geyimlerini giyinsinler, öz işlerine başlasınlar.